Salam, hər vaxtınız xeyir. Gördüyünüz bu kitabdan səhifə 125-də 15-ci testin izahına baxaq. Deməli, nömrə 15. X mol CO ilə Y mol oksigen reaksiyasında oksigen tam sərf olunur. Deməli, reaksiyanı yazırıq. CO oksigenlə reaksiya daxil olur, əmələ gətirir CO2. 2 mol, bu da 2 mol. Oksigen tam sərf olur deyir. Oksigenin də miqdarını verib bizə Y mol. Tam sərf olan maddənin miqdarını üzərində yaza bilərik. Y mol. Sonra alınan qarışığın orta molyar kütləsi. Alınan qarışıq, demək, alınan maddənin biri CO2-dir qaz olaraq. Oksigen də tam sərf olub deyə, onda belə çıxır ki, CO-dan artıq qalacaq. Və həmin artıq qalan CO, CO2 ilə birlikdə qaz qarışığı əmələ gətirəcək. CO-nun da başlanğıc miqdarı X mol yadımızda qalsın və yaranan qaz qarışığında M ortasını veriblər 40. İlk işimiz oksigenin əmsalına verildiyi miqdarına görə CO2-ni tapmaq lazım. CO2 nə qədər əmələ gələcək? Tənliyə görə 1 mol oksigenlə 2 mol CO2 əmələ gəlsə, Y moldan da 2Y mol əmələ gələcək. Sonra CO-nun reaksiya gedəni tapırıq. 1 mol oksigen 2 mol CO ilə reaksiya daxil olursa, Y mol da daxil olacaq elə 2Y moldan. Və nəticədə CO-nun artıq qalan miqdarı başlanğıcı X idi, çıx 2Y olacaq. Çünki 2Y reaksiya daxil olub. Onda CO-nun üzərinə yazıram, X çıxılsın 2Y. Və yaranan qarışıq oldu CO2 ilə CO qarışığı. Bunu daha yaxşı aydın göstərim. Baxaq, bax, bunları buradan silirəm. Artıq bizə lazım deyil. Bax, qarışıqlar, daha doğrusu qarışıq bax budur. İndi bu qarışığın orta molyar kütləsi 40-dırsa, yazıram 40 bərabərdir. Qarışığın orta molyar kütləsi düsturunda hər qazın molunu öz emirinə vurub toplayıb molların cəminə bölürdük. Yəni, 2Y vururuq karbon qazı 44-də, X minus 2Y vururuq CO 28-ə, bölürük molların cəminə, yəni 2Y üstə gəlinsin X minus 2Y. Və buradan açıq aydın görsənir ki, 2Y-lər gedir ixtisar. Yerdə qalır 40 vurulsun məxrəldəki X, yəni 40X bərabərdir. 2Y 44-də vuranda olacaq 88Y. Üstə gəl. X 28-ə vursaq 28X minus 2Y 28-ə vuranda olacaq 56Y. 40X, bu da 28X olacaq 12X bərabərdir. 88Y-dən çıxanda 56Y qalacaq 32Y. 12X, 32Y, bu 4-ü çarparmaq olar. Onda 3X bərabər olacaq 8Y. Bizdən soruşulan X-in Y-ə nisbətini tapmaq idisə, bu da olacaq 8 bölünsün 3. Yəni A variantı.